Karışıq qruplar, düzdür? Nə deyirdik ona? Heterogen qruplar, bəli. Diferensial təlimi həyata keçirmək üçün heterogen qruplar yaratmaq lazımdır. Burada homogen qrup yox, heterogen daha effektivdir. Çünki qarışıq qrupdur. Zəifi də var, güclüsü də var, orta səviyyəsi də var və müəllim onlara uyğun olan fərqli strategiyalardan istifadə edir. Diferensial təlimi testlərini işləyəndə diqqətli olun nədə? Burada eyni bir şey. Məsəl üçün, müəllim əgər iləridə eyni üsullardan istifadə edirsə, diferensiallığı pozulur. Yəni, eynilik sözü burada çox da istifadə olunacaq. Fərqlilik olmalıdır. Fərqli metodlardan istifadə edir, fərqli yollar seçir və s. Aydındır. Bir də inklüziv təhsili təmin edirik. Biz diferensial yanaşanda həm də inklüziv yanaşmış olduq. İnklüzivlik nə idi? Bütün şagirdlərin hər birindən bərabər imkanlar yaratmaq. Hamısını tədris prosesinə cəlb eləmək. Diferensial yanaşanda da hamısını tədrisə cəlb eləmiş oluruq. Məsələn, mən bugün əgər yalnız çətin suallardan ibarət hazırlasam, nə olacaq? Pozacam diferensialları. Çünki ancaq güclülər iştirak edəcək, zəiflər qalacaq kölgədə, kənarda. Nəticədə həm diferensiallığı pozdum, həm inklüzivliyi pozdum, bərabər imkanları pozdum və s. Düzdür? Belə. Biz diferensial təlimi dərsin istənilən bir mərhələsində qura bilərik. Karışıq qruplar, düzdür? Nə deyirdik ona? Heterogen qruplar, bəli. Diferensial təlimi həyata keçirmək üçün heterogen qruplar yaratmaq lazımdır. Burada homogen qrup yox, heterogen daha effektivdir. Çünki qarışıq qrupdur, zəifi də var, güclüsü də var, orta səviyyəsi də var və müəllim onlara uyğun olan fərqli strategiyalardan istifadə edir. Diferensial təlimi testlərini işləyəndə diqqətli olun nədə? Burada eyni bir şey. Məsəl üçün, müəllim əgər iləridə eyni üsullardan istifadə edirsə, diferensiallığı pozulur. Yəni, eynilik sözü burada çox da istifadə olunacaq. Fərqlilik olmalıdır. Fərqli metodlardan istifadə edir, fərqli yollar seçir və s. Aydındır. Bir də inklüziv təhsili təmin edirik. Biz diferensial yanaşanda həm də inklüziv yanaşmış olduq. İnklüzivlik nə idi? Bütün şagirdlərin hər birindən bərabər imkanlar yaratmaq. Hamısını tədris prosesinə cəlb eləmək. Diferensial yanaşanda da hamısını tədrisə cəlb eləmiş oluruq. Məsələn, mən bugün əgər yalnız çətin suallardan ibarət hazırlasam, nə olacaq? Pozacam diferensialları. Çünki ancaq güclülər iştirak edəcək, zəiflər qalacaq kölgədə, kənarda. Nəticədə həm diferensiallığı pozdum, həm inklüzivliyi pozdum, bərabər imkanları pozdum və s. Düzdür? Belə. Biz diferensial təlimi dərsin istənilən bir mərhələsində qura bilərik.